Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Efirdə Əsas Məsələ tok-şousudur. Bugün biz Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə yaradılan və qısa zaman keçməsinə baxmayaraq yalnız Azərbaycana deyil, bütün dünyaya səs salan, dünya tərəfindən öyrənilən, tədqiq olunan və istifadə edilən, eyni zamanda təxminən 5 il ərzində öz ətrafına 13 milyon vətəndaşı toplayan, bəyənilmə əmsalı 98% olan, əsas prinsipləri şəffaflıq, korrupsiya ilə mübarizə, vətəndaş məmnunluğu olan asan xidmət mərkəzləri, bu mərkəzlərin fəaliyyət istiqamətləri və bu mərkəzləri ictimaiyyətə sevdirən əsas keyfiyyətlər barədə ətraflı fikir mübadiləsi aparacağıq və mövzu ilə bağlı təbii ki, biz studiyamıza həm könülləri dəvət etmişik, sizləri alqışlayırıq, təşəkkür edirik, minnətdarıq studiyaya gəldik. Və hər dəfə olduğu kimi qonaqlarımızı dəvət etmişik, mütəxəssislərimizi dəvət etmişik, hörmətli tamaşaçılar. Könüllülər deyəndə bir qədər gəlin dəqiqləşdirək, çünki hər sahə üzrə könüllülər var. Əziz tamaşaçılar, bizim studiyada əyləşənlər məhz asan xidmətin könüllüləridir. Yəni, sizlərə təmənnasız xidmət göstərən gənclərimizdir. Və əlbəttə, hörmətli gənclər, sizlərin fikirləri, sizin düşüncələriniz, suallarınız bizim üçün çox önəmli, çox maraqlıdır. Ona görə də xahiş edirik sizdən, aktiv olaq. Bugün studiyamızda bir gənclik ab-havası, gənclik ruhu duyulsun və təbii ki, mövzuya keçməzdən öncə istərdik qonaqları təqdim edək. Hörmətli tamaşaçılar, bizim qonaqlarımız Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adil Əliyev, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Vüsal Hüseynov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin rəisi Orxan İsayev, Açıq Hökumət Platformasının koordinatoru Əli Məmməd Nuriyev və Asan Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamovdur. Hörmətli qonaqlar, xoş gəlmişsiniz studiyamıza və Ülvi müəllim istərdik, sizdən başlayaq, ilk sualımızı sizə ünvanlayaq. Mən soruşmayacağım ki, bu 5 il ərzində asan xidmət nəyə nail olub? Nəyə nail olub göz önündədir? Müxtəlif sahələr üzrə, müxtəlif xidmət sferaları üzrə asan xidmətin ortaya qoyduğu keyfiyyətli iş ortadadır. Amma hər bir işə başlayanda əlbəttə ki, qarşıya konkret prioritet vəzifələr qoyulur. Fəaliyyət strategiyası, proqramlar qoyulur və müəyyən müddət ərzində əsas hədəf həmin proqramları yerinə yetirmək olur. Bax, mən belə bir sualla sizə müraciət etmək istərdim. 5 il ərzində qarşıya qoyduğunuz proqramı yerinə yetirmisinizmi? Tam strateji vəzifələrə nail olmuşuq deyə bilərikmi? Buyurun. Təşəkkür edirəm dəvətinizə görə. Qeyd etdiyiniz kimi 2012-ci ildə Cənab Prezidentin təşəbbüsü ilə onun ideyası əsasında asan xidmət yaradıldı və asan xidmətin yaradılması haqqında fərman imzalandı. Və o fərmanın biz preambulasına baxsaq, orada asan xidmətin yaradılması hansı məqsədlərə xidmət edir, orada qeyd olunubdur. İlk növbədə asan xidmət onun üçün yaradıldı ki, dövlət qulluqçu və vətəndaş arasındakı münasibətlərdə yeni yanaşmanın müasir, innovativ ideyaların dövlət xidmətlərində tətbiq edilməsi, dövlət xidmətlərinin göstərilməsində operativliyin təmin edilməsi, şəffaflığın təmin edilməsi, vətəndaşlara münasibətdə etik davranışın təmin edilməsi və məsuliyyətlilik. Yəni, bu sadaladığım bu 5 prinsip asan xidmətin əsas fəaliyyət prinsipləri oldu. Məqsəd isə vətəndaşlara xidmətdə yeni yanaşma tərzinin formalaşdırılmasından ibarət oldu. Və ötən bu 5 il ərzində ümumiyyətlə bu konsepsiya olaraq, asan xidmət konsepsiyası uzun müddətli perspektiv üçün hesablanmış, nəticələri uzun müddətli perspektiv üçün gözlənilən bir konsepsiya idi. Amma qısa müddətdə Cənab Prezidentimizin dəstəyi ilə, onun apardığı, onun iradəsi ilə bu konsepsiya öz uğurlu nəticə əldə edə bildi və qarşıya qoyulan məqsədlərə nail ola bildi. Necə nail ola bildi? Artıq bu 5 il ərzində asan xidmətlərə müraciət edən vətəndaşların sayı 13 milyon, müraciətlərin sayı 13 milyondur. Nəzərə alsaq ki, əhalimizin sayı 10 milyondur. Xidmətlərdən yararlanmaq üçün hüquq qabiliyyəti olan vətəndaşlarımızın sayı 4-5 milyon arasındadır. Müraciət isə 13 milyondur. Bu o deməkdir ki, ümumilikdə 230 xidmətdir, 10 dövlət orqanının 30 xidməti və bir də özəl sektorun təqdim etdiyi xidmətlər.
13 milyon müraciət artıq Azərbaycanda dövlət xidmətindən yararlana bilən vətəndaşın bir neçə dəfə asan xidmətə müraciət etməsini göstərir. Yəni və ən birinci deməli onu da qeyd etmək lazımdır ki, ümumilikdə bu 5 il ərzində apardığımız müxtəlif exit pollar, rəy sorğuları, müxtəlif nəzarət və qiymətləndirmə deməli tədbirləri nəticəsində əldə olunan nəticə ondan ibarətdir ki, xidmətə müraciət edən vətəndaşların məmnunluq səviyyəsi 98 və 100% arasında dəyişibdir. Və bir vətəndaşın bir neçə dəfə asan xidmətə müraciət etməsi o deməkdir ki, o bundan əvvəlki ilk dəfə müraciət edəndə də məmnun olub xidmətini ala bilibdir ki, sonra dəfələrlə asan xidmətə müraciət edibdir. Nəticəmiz budur, 13 milyon müraciət, 100%-ə yaxın vətəndaş məmnunluğu, qısa 5 il müddətində 11 asan xidmət mərkəzi həm Bakı şəhərində, həm regionlarımızda fəaliyyətə başladı, fəaliyyətimiz genişləndi və asan xidmətin işləmədiyi, deməli, asan xidmətin mövcud olmadığı regionlarımızda isə yenə də Cənab Prezidentin tapşırığı ilə xüsusi avadanlıqlar təchiz edilmiş səyyar asan avtobusları vasitəsilə vətəndaşlara bilavasitə onların yaşadıqları rayonlarda və qəsəbələrdə xidmətlər göstərilməyə başlandı. Artıq səyyar qatar da ilk missiyanı belə deyək ki, yerinə yetirir. Bəli, bu ilin sonunu biz sonunda asan qatar, bəli, asan qatar konsepsiyasında deməli təqdim etdik və artıq fevral ayının 1-dən Qazax rayonunda ilk dəfə olaraq asan qatar fəaliyyətə başladı. Asan qatarın da əsas məqsədi Azərbaycanın dəmir yol şəbəkələrindən istifadə etməklə yenə də asan xidmətin mövcud olmadığı regionlarda vətəndaşlarımıza xidmətləri çatdırmaqdır. Bəli. Fürsətdən istifadə edib bu asan qatarla bağlı statistikanı çatdırmaq istərdim ki, hər gün 200-ədək Qazax sakini hər gün bu asan qatara müraciət edilir və müxtəlif xidmətlər alırlar. Və tam əminliklə söyləyə bilər ki, artıq statistika artıb. Artıq biz yalnız 13 milyon deyə bilmərik. Yəni 13 milyondan artıq vətəndaş asan xidmətə müraciət edir. Məli yer ki, alqışlamağa dəyər. Əlbəttə, bu xidmətin keyfiyyətindən xəbər verir. Bu münasibətin səmimiliyindən xəbər verir. Bu insanlara olan rəftardan xəbər verir və asan xidmətlə bağlı saatlarla danışmaq olar. Onun müxtəlif sahələri üzrə asan kommunal var, asan viza var. Bu məsələ barədə biz toxunacağıq, yeniliklərə toxunacağıq. Adil müəllim, 13 milyon vətəndaş asan xidmətə müraciət edir. O 13 milyon arasında siz varsınız. Mən şəxsən varam. Şəxsiyyət vəsiqəmdə oradan almışam. Sürücülük vəsiqəsi, bəli. Və müraciət etmişsiniz. Azərbaycan vətəndaşı kimi bax, hansı aura ilə üzləşmişsiniz? Ümumiyyətlə, çox təşəkkür edirəm ki, belə bir gözəl tok-show yaratmışsınız və gözəl mövzulara toxunursunuz. Ümumiyyətlə, Azərbaycanımızı tanıtdıran, Azərbaycanımızın adına uğur qazandıran, Azərbaycanımızın vətəndaşlarını sevindirən, vətəndaşlarımızın işini yüngülləşdirən mövzular müzakirə olunur. Təbii ki, bu günləri asan xidmət haqqında biz burada müzakirə açmışıq. Asan xidmət Azərbaycan brendi adlandırmaq olar. Asan xidmətin bu günləri təbii ki, mən özüm şəxsən artıq 3 dəfə asan xidmətə müraciət etmişəm. Üçündə də heç bir çətinlik, heç bir gözləmə, heç bir vaxt itkisi olmadan xidmətlərlə rastlaşmışam. Və açığını deyim ki, yəni çox rahat və çox cəlbedici bu xidmətdən və münasibətdən, yanaşmadan çox qürur duymuşam. Qürur duymuşam ki, Cənab Prezidentimizin səy nəticəsində, onun fikirləri, ideyaları nəticəsində yaranan bu asan xidmətdən Azərbaycan vətəndaşları bəhrələnir. Azərbaycan vətəndaşları o xidmətdən zövq alırlar. Biz bu günləri asan xidmətin işinə təbii ki, qiymət xalqımız verir, millətimiz verir. Təbii ki, bizim də bu xalqın bir övladıyıq. 98% göstərici artıq hər şey deməkdir. Bəli, 13 milyon insanın müraciət etməsi və hər yerdə asan xidmət barəsində aparılan söhbətləri eşitmək, qulaq asmaq nə qədər zövq verdiyini təbii ki, bu işi yaradanlara, bu işdə xidmət edənlərə, təbii ki, başda Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla hər birinin xidməti bizim millətimizin uğuru kimi qiymətləndirmək olar və bu uğur təbii ki, yenə təkrar eləmək istəyirəm, tək Azərbaycanda deyil, Azərbaycandan kənarda müzakirə olunur. Çünki doğrudan da biz Avropa dövlətlərində, inkişaf etmiş dövlətlərdə də yəni bu kimi xidmətlər var. Təbii ki, oralarda
hallarda da bürokratizm kimi hallar baş verirdi. Ancaq asan xidmətin göstərdiyi xidmət kimi hələlik bir xidmət biz eşitməmişik. Ümumilikdə, bütövlükdə asan xidmət xalqa xidmət edən bir xidmətdir. Cənab Prezidentin apardığı siyasəti həyata keçirən bir xidmət. Və içəri girən andan Adil müəllim, uğur başlayır. İnsanı gülərüz personal qarşılayır. Bəli. Bax, bu gənclər qarşılayır. Üzlərinə təbəssüm. Gənclər barəsində mən fikrimi sonra söyləyəcəm. Bəli, səmimi münasibət, hörmət, etik normalar. İnanın, böyük iş görürsünüz, hörmətli gənclər. Çox böyük iş görürsünüz. Yəni, etiraf edək ki, məsələn, hər bir insan müxtəlif aura ilə, müxtəlif ab-hava ilə gəlir, əsəbi olur, problemi olan insanlar olur. Amma onlar oranın asan xidməti tərk eləyəndə mən tam əminəm ki, gülərüzlə çıxırlar. Sevinclə çıxırlar. Asan xidmətin, çünki həm problemləri çox asan həll olunur. Asan xidmətin adından bəllidir ki, bütün işlər asanlaşdırılır. Və onlara da bir daha sizə təşəkkür edirəm. Minnətdaram sizə. Sağ olun ki, bu yolu seçmişsiniz və Cənab Prezidentin siz gənclərlə bağlı bir fikri var, könüllülərlə bağlı. O bildirir ki, könüllülər bizim kadr ehtiyatımızdır. Yəni, dövlət başçı, Cənab Prezident siz gənclərə məhz bu cür yanaşır. Və xüsusən də asan xidmət məktəbini keçən gənclər hər kəs üçün bir nümunədir. Və istərdim, Müslüman, sizin fikirlərinizi eşidək. Bu, eyni zamanda bir məqamı biz qeyd etməliyik asan xidmətlə bağlı. Xidmət öz yerində. Amma etiraf edək ki, asan xidmət müəyyən o ab-hava var idi, müəyyən fikir var idi ictimaiyyət arasında, onu darmadağın etdi. Nə idi bu fikir? Korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil və yaxud da hətta etiraf edək elələri var idi ki, Azərbaycanda bu keçərli deyil və s. və ilaxır, yəni şəffaflığı tam təmin etmək mümkün deyil. Buyurun sizə nümunə. Şəffaflıq, korrupsiya ilə effektiv mübarizə və bütün ödənişlər, əlbəttə konkret, dövlətin qoyduğu normalar çərçivəsində sənədləşdirmə ilə həyata keçirilir. Və ona görə Cənab Prezident bütün çıxışlarında asan xidməti bir model kimi göstərir. Və bildirir ki, əgər biz bunu asan xidmət edə bilmişiksə, deməli, bütün sferalarda, bütün xidmət sahələrində, bütün ictimai və yaxud da dövlət müəssisələrində bunu həyata keçirmək mümkündür. Bax, bu fikirlə bağlı, bu ideya ilə bağlı istərdim ki, sizin fikirlərinizi alaq, sizin fikirlərinizi eşidək. Təşəkkür edirəm mən də dəvət üçün. Gəncləri və veriliş iştirakçılarını salamlayıram. Həqiqətən, vətəndaş məmnunluğun kökündə dayanan məsələlərdən də biri siz dediyiniz, onun asan xidmətə gələrkən hər hansı bir neqativ halla, hər hansı bir korrupsiya hüquq pozması ilə rastlaşmamasıdır. Və bunun da öz səbəbləri var. Nəyə görə belə bir mühit asan xidmətdə yaradılmışdır? Mən ümumi olaraq qeyd etmək istəyirəm ki, dövlət xidmətlərinin keyfiyyəti, bu prosesin yüksək səviyyədə təşkil olunması ümumi olaraq dövlət idarəçiliyinin səmərəsinin əsas göstəricilərindən biridir. Çünki dövlət xidmətləri vətəndaşla dövlət orqanasının olan təmas nöqtələrindən biridir. Və çox vacibdir ki, vətəndaş bu təmas nöqtəsində hər hansı bir neqativ halla rastlaşmasın. Burada söhbət təkcə sürətli, rahat, şəffaf xidmətdən getmir. Və mən deyərdim, asan xidmətin ən böyük uğuru ondan ibarətdir ki, o necə ki 5 il bundan əvvəl, 2012-ci ildə o öz mütərəqqi bir islahat idi həmin dövr üçün. Yəni, adətən yenilik, innovasiya necə baş verir? O bazara daxil olur, bir müddətdən sonra o adiləşir. Digər ölkələr tətbiq edirlər, artıq bunun əhatəsi genişlənir. Ancaq asan xidmət 5 il keçməsinə baxmayaraq, bugünkü onun vəziyyəti, imkanları, əhatəsi də onu çox mütərəqqi bir islahat edir. Və daim yenilənir. Bəli, çünki və bu da nədən o səbəbdəndir ki, deməli, Cənab Prezident daim öz tapşırıqları ilə, fərman sərəncamları ilə bu yenilənməni təmin edir. Eyni zamanda asan xidmət daxilində belə deyək, yeniliyə zəmin yaradan bir çox əlverişli bir mühit formalaşdırılıb, yəni müxtəlif ideyalar dəstəklənir, ideya bankı mövcuddur və s. Amma bu layihəni beynəlxalq perspektivində də digər ölkələr üçün də nümunə ola biləcək edən ən əsas deməli, amillərdən biri bunun korrupsiya qarşı mübarizədə çox səmərəli alət olmasıdır. Həqiqətən, modelin özü elə qurulub ki, burada hər hansı bir əməkdaş istəsə belə bu hala yol verə bilmir. Bu necə baş verir? Təbii ki, müraciətlərə baxılması mexanizmi, elektron texnologiyaların tətbiqi, yüksək peşəkar təlim keçmiş əməkdaşlar. Biz, bəli, deyirik ki, biz ora daxil oluruq və 15 dəqiqə oradan çıxırıq. Ola bilər, biz ora əsəbi halda daxil ola bilər. Yəqin ki, bu könüllülər o prosesi rastlaşır. Hər bir insan müxtəlif bir əhval-ruhiyyədə, qayğıda daxil ola bilər. Lakin bütün bu vəziyyətlərdə o negativ enerjini götürmək, onun əvəzində o gülümsəmə, həmin o yaxşı əhval vermək, bu çox çətin bir prosesdir. Buna görə də alimlər deyir ki, dünyada ən çətin iş insanlarla işdir. Bəli.
Və bu baxımdan həm bu məsələ, eyni zamanda bu korrupsiyanın özünə sıfır dözümsüzlük mühiti təmin edir ki, asan xidmətdə heç bir korrupsiya halı baş verməsin. Və mən əminəm ki, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin deməli, nümayəndəsi, hörmətli həmkarım da təsdiq edər ki, asan xidmət fəaliyyətə başladıqdan sonra dövlət xidmətləri ilə bağlı, dövlət xidmətlərinin göstərilməsi olan korrupsiya hüquq pozma ilə bağlı müraciətlərin sayında əhəmiyyətli azalma baş vermişdir. Bəli, istərdim onu öyrənim. Orxan müəllim, Orxan müəllim, bax nə dərəcədə təsir edir həmin o müraciətlərə? Təşəkkür edirəm Rövşən müəllim. Vüsal müəllim düzgün qeyd elədi. Siz bilirsiniz, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 161 qayna xətalarla mərkəzi fəaliyyət göstərir. Bu bizə ölkədə olan antikorrupsiya vəziyyətini təhlil eləmək üçün kifayət qədər ciddi material verir. Və elmi əsaslarla beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya əsasında analitik iş aparılır, bu mütəmadi aparılır bu iş və biz o təhlillərin nəticəsinə əsaslanıb tam əminliklə deyə bilərik ki, mən bir maraqlı faktı qeyd edeyim, 2011-ci ildən bu gün də daxil olmaqla bu günə dək asan xidmət mərkəzlərinin bilavasitə göstərdiyi xidmət sahələri ilə bağlı Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin qaynaq xəta əlaqə mərkəzinə bir müraciət belə daxil olmayıb. Yəni hər hansı bir neqativ müraciət daxil olmayıb. Və ümumiyyətlə asan xidmət mərkəzlərində göstərilən xidmətlərin özləri ilə bağlı əvvəlki dövrlərlə müqayisə aparsaq, biz görərik ki, elə əksər sahələr üzrə daxil olan müraciətlərin dinamikasında demək olar ki, köklü dəyişiklik yaranıb. Bəzi sahələr üzrə ümumiyyətlə müraciətlər, əvvəl daxil olan xarakterli müraciətlər bugün rast gəlmək mümkün deyil. Bu sizin uğurlarınızdır. Bu sizin nəticələrinizdir. Bu sizin əməyinizin bəhrəsidir. Asan xidmət ailəsinin ortaya qoyduğu məhsuldur. Təbii ki, təbii ki. Təşəkkür edirəm və istərdim məlumat sizin fikrinizi eşidə. Yəni, ümumiyyətlə, bugün etiraf edək ki, heç bir ölkə korrupsiyadan sığortalanmayıb. Dünyanın ən super güclü dövlətində belə korrupsiya hallarına rast gəlinir və korrupsiya ilə əlaqədar hər hansı bir yüksək vəzifəli məmuru işdən çıxarırlar və s. və ilaxır. Amma Azərbaycan bugün korrupsiya ilə açıq şəkildə mübarizə aparır. İstər qeyri-hökumət təşkilatları səviyyəsində, istər asan xidməti yaratmaqla ilk məqsəd təbii ki, insanlara xidmət göstərmək, amma eyni zamanda süründürməkçiliyi aradan qaldırmaq. Korrupsiya ilə effektiv şəkildə mübarizə aparmaq və bunun nəticələrini biz görürük. Bax, Əlmən bəy, istərdim sizin fikrinizi eşidək. Bax, korrupsiya ilə mübarizədə birbaşa olaraq asan xidmətin fəaliyyətinə siz də qiymət verməniz daha yaxşı olar. Sizin də fikir bildirməniz daha yaxşı olar. Təşəkkür edirəm. Mən ilk növbədə qeyd etməliyəm ki, əslində Cənab Prezident qeyd edir ki, korrupsiya qarşı mübarizə sistemli xarakter olmalıdır. Bu sistem nümunəsi də məhz Cənab Prezidentin ideyası ilə onun asan xidmətin yaradılması oldu. Asan xidmət yaradılandan andan biz vətəndaş cəmiyyəti olaraq onun doğulma anından onunla bərabərik. Onun fəaliyyətin izləyirik, eyni zamanda çox sayılı təkliflər də vermişik bu istiqamətdə. Və bugün artıq burada dəfələrlə qeyd olundu. Asan xidmət həm də asan hökumət modelinin ən mühüm elementidir. Əslində, asan xidmət fəaliyyət göstərdiyi müddətdə nə gətirdi Azərbaycana? Birinci, burada hər zaman qeyd olundu, yeni bir dünya görüş gətirdi, antikorrupsiya dünya görüşü gətirdi. Bu çox vacib olan bir məsələdir. İkinci, burada söylənildiyi kimi korrupsiyasız bir dövlət orqanı təqdim etdi cəmiyyətə. Üçüncü vacib olan məsələ bəlkə də bu birincidir. Hökumət, vətəndaş arasında etimad yarana bir instituta çevrildi. Bir institut nümunəsi qoydu ortaya. Dördüncü ondan bağlıdır ki, biz vətəndaşlar hər zaman dövlət orqanlarının tərəfindən göstərilən xidmətlərdən narazı olmuşduq. Çünki orada bəzi hallarda, bir çox hallarda narazı olurduq. Etik davranış qaydalarının bir etika nümunəsi, bir məsuliyyət nümunəsi qoydu. Eyni zamanda nəzakətli rəftar nümunəsi qoydu. Bu çox vacib olan məsələdir. Mən hesab edirəm. Və eyni zamanda başqa bir məsələ də deyim, xüsusilə də vətəndaş cəmiyyəti üçün əhəmiyyətli olan məsələ yeni bir institutun strukturlaşmasına gətirib çıxartdı. Asan könüllülər. Könüllülər əslində burada bir strukturlaşma forması. Azərbaycanda müxtəlif belə deyək, fəaliyyətlərin həyata keçmiş könüllülər iştirak edir, amma strukturlaşmış formada isə yeni bir nümunə məhz asan xidmət İdarəçilik modelini öyrənir. Bəli. Və siz qeyd etdiniz o keyfiyyətlərdən biri də innovativ texnologiyalar əslində idarəçiliyidir. Təsadüfi deyil ki, eyni zamanda bu həm də intellektual mülkiyyət nümunəsidir. Asan xidmət. Yəni bununla təqdim oldu. O baxımdan da biz asan xidmətin çoxsaylı məziyyətlərindən danışa bilərik. Və həm də başqa bir məsələ, rəqabət elementi, dövlət orqanları tərəfindən göstərilən xidmətlə rəqabəti ortaya qoydu. Nə qədər yüksək
belə deyək, xidmətin keyfiyyəti nə qədər yüksək olacaqsa, bir o qədər vətəndaşın etimadı güclənəcəkdir. Vətəndaş daha asan formada bütün belə deyək xidmətlərdən yararlanacaq. Eyni zamanda digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin də eyni standarta gətirib çıxarmasına bir nümunə oldu. Və təsadüfi deyil ki, 2016-2018-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən açıq hökumətin təşviqi ilə bağlı milli fəaliyyət planında ayrıca bir tədbir kimi nəzərdə tutulmuşdur ki, bütün dövlət orqanları tərəfindən göstərilən xidmətlər asan xidmət standartlarına uyğunlaşdırılmalıdır. Bu tamamilə dövlət orqanları üçün asan xidmətə verilən eyni zamanda ən gözəl bir qiymətdir. Və eyni zamanda başqa bir nümunə də var. Asan xidmət bu günləri həm də özünün o dizaynı ilə, münasibət, insanlarla münasibət yaratmaq baxımından təbii ki, bu fərqli. Həm də eyni zamanda asan xidmətdə fəaliyyət göstərənlərin 95%-i, mən deyərdim ki, gənclərdir. Siz gənclərsiniz və siz yeni bir, cənab bayaqları bizim Rəşən müəllim, siz də qeyd etdiniz, həm də yeni kadr, rezerv kadr rolu. Bu baxımdan da hesab edirəm ki, əlbəttə ki, bu günləri açıq şəkildə hər kəs asan xidmətə gələndə əlini ürəyin üstünə qoyur ki, mən bu günləri çox bir məmnun olacağım. Mən xidmət lazım olan nə deyir? Bax, ictimaiyyətin fikirlərini istərdik bizə deyəsiniz. Yəni, siz daim ictimaiyyətin arasındasınız və onların asan xidmətlə bağlı fikirləri düşünürəm ki, asan xidmət rəsmlərini də çox maraqlılar bizə də. Təbii ki, onlara məlumdur, çünki daim sorğular aparılır, onların fikirləri öyrənilir. Amma siz ictimaiyyət nümayəndələri ilə müntəzəm olaraq görüşürsünüz. Bax, asan xidmətin hansı keyfiyyətlərini daha çox qabardırlar? Birinci, xidmətlərin sürətli olması, sürətli xidmət göstərilməsi məsələsi. Vacib məsələ, burada korrupsiyanın yox olması. Korrupsiya sxemləri yoxdur. İnsanlar gəlir, bilir ki, burada. Üçüncü, vaxta qənaətlə bağlı məsələ. Ən vacib məsələ, eyni zamanda nəzakətli rəftar. Bu çox vacib olan məsələdir. Bu günləri bir tam arzı var. Bugün hər kəs istəyir ki, istənilən münasibətlərdə o nəzakətli davranış. Ona görə yeni davranış sistemi təklif etdiləmdə xidmət. Bu baxımdan və hesab edirəm ki, əlbəttə ki, bütün bunlar biz vətəndaş cəmiyyət olaraq məmnun edir. Çünki bizim insanlarımız daha rahat şəkildə, daha sərbəst şəkildə, daha belə deyək, yeni münasibətlər çərçivəsində o xidmətləri alır və rahat da öz ailəsinin yanında, öz ailəsinə qayıdır və artıq əsəbilik və digər o negativ hallar aradan qalır. Və bu da həm də başqa bir məsələyə gətirib çıxardıb ki, bir üzr istəyirəm, mən bu sonunda bu istiqamət edirəm. Həm də cənab prezident bir fikri var, hər bir məmur dövlətin xidmətçisi olmalı. Mən bir nömrəli xidmətçiyəm. Əslində, asan xidmət bütöv sistem halında məmurların xalqın xidmətində olduğunu nümunəsidir. Bu baxımdan Teşekkür ederim. Ümumiyyətlə, biz də vətəndaşların arasında olduğumuz üçün insanların, vətəndaşları narahat edən bir məqamı da mən xüsusi vurğulamaq istəyirəm ki, təbii ki, insanlarımızın hər biri asan xidmətdən çox razıdırlar və onların arzuları da var ki, başqa növ xidmətləri də asan xidmətə təhkim etsinlər və asan xidmət o bəzi hallarda süründürülməçiliyə yol verən nazirliklərlə bağlı, qurumlarla bağlı o xidmətləri də asan xidmət həyata keçirsin ki, ümumiyyətlə insanlarımızın xidmət növü üzrə heç bir problem olmasın. Təşəkkür edirik, minnətdaram və ümumiyyətlə biz nəyin şahidi oluruq? Demək olar ki, hər il asan xidmətin fəaliyyət coğrafiyası bir neçə dəfə genişlənir. Bir neçə dəfə genişlənir və bu etimaddır. Bu asan xidmətə göstərilən etimaddır birbaşa olaraq cənab prezident tərəfindən və Əli Məmməd müəllim önəmli bir məqama toxundu. Bəli, asan xidməti bizlərə sevdirən ilk növbədə o keyfiyyətdir ki, asan xidmətdə insanlara münasibət səmimidir. Asan xidmətdə hər kəs öz işi ilə məşğul olur və keyfiyyətli bir iş ortaya qoyur. Həm də asan xidmət bir dəyərdir. Bir dəyərdir, bəli. Və ona görə də cənab prezident dəfələrlə qeyd edib ki, məmurlar da birbaşa olaraq vətəndaşlara xidmət göstərməlidir. Səmimi xidmət təmənnasız xidmət göstərməlidir və xalqın xidmətçisi olmalıdır. Və ona görə də cənab prezident asan xidmətin fəaliyyətini məhz bu cür yüksək qiymətləndirir ki, orada bax bu dəyər var, bu keyfiyyət var. Mən istərdim Bəxtiyara söz verməzdən öncə, çünki Bəxtiyar birbaşa könüllülərlə işləyir. Könüllülərin bir fikrini eşidək Bəxtiyar, olarmı? Çünki onların fikirlərindən çıxış edərək, mən sizə söz verəcəm və sizin fikirlərinizi eşidəcəm. Birbaşa olaraq onlarla işləyən, onları hətta istiqamətləndirən sizsiniz. Yəni, sizin səsiniz, sizin sözünüz eyni zamanda
Gəlin bir onlardan gəlsin, görək onlar nə fikirləşirlər. Artıq müəyyən qonaqlarımızın fikirlərini eşitdiniz, hörmətli könüllülər. Elədirmi? Bax, siz nə düşünürsünüz və belə bir sualla müraciət etmək istərdim sizə. Asan xidmətin, yenə deyirəm, ictimaiyyətə nə verdiyi göz önündədir. Çox böyük və mühüm idarəçilik modelidir. Amma asan xidmət siz gənclərə nə verib? Bax, gəlin, eyni zamanda bu suala cavab verək. Və təbii ki, kimin sözü var, kimin sualı varsa əlavə buyura bilər. Buyurun, kim fikir bildirmək istəyir? Mikrofonu zəhmət olmasa ötürək. İlk öncə qonaqlarımıza öz minnətdarlığımı bildirirəm ki, asan xidmətlə bağlı dəyərli fikirlərin söylədilər. Mən də bir könüllü olaraq asan xidmətdə təcrübəmə başladım. Bundan əvvəl ölkəmizin rəhbərliyi, ev sahibliyi elədiyi bir sıra beynəlxalq yarışlarda, idman oyunlarında mən könüllü kimi iştirak eləmişəm, amma asan xidmət könüllü konsepsiyası tam fərqlidir. Deməli, siz idman aləmində könüllü kimi, idmanda könüllü kimi çalışmışsınız və indi asan xidmətdə könüllüsünüz. Fərq nədir? Fərq ondan ibarətdir ki, biz burada mənim birbaşa olaraq ixtisasım dövlət və inzibati idarə etmə ixtisası olduğuna görə asan xidmətə təcrübə keçmək sadəcə bir könüllü fəaliyyətlə artıq öz peşəmin dəyərlərinə daha yaxından tanış olmaq, insanlarla münasibətdə daha pozitiv, daha etik normaları öyrənməkdir ki, bu da mənə praktik olaraq bilik və təcrübə qazandırmağa kömək elədi və digər ən vacib və ən ümdə məqam mənim üçün ondan ibarətdir ki, mən asan könüllüyə başladığım andan etibarən mənim beynimdə olan sosial ideyalar, layihələri həyata keçirmək üçün asan xidmət çox sağ olsun ki, bizə elə bir gözəl bir mümbit şəraitlər yaradır ki, biz asanlıqla öz fikirlərimizi ifadə edə bilirik, öz layihələrimizi həyata keçirə bilirik. Bu da birbaşa olaraq Azərbaycan gəncinin fikirlərinin, onun dəyərlərinə olan qiymətin cənab prezident tərəfindən birbaşa qiymətləndirilməsidir. Mən təşəkkür edirəm. Minnətdaram. Təşəkkür edirəm, minnətdaram. Hansı müddətli könüllüsünüz? Neçə müddətli könüllüsünüz? Mən artıq 2-ci ayımdır. İkinci ay. Bizim yeni könüllülərdəndir, gənclərdəndir. Bəli, sonra kim? Hörmətli gənclər, fikir bildirmək istəyir. Zəhmət olmasa mikrofonu ötürək. Belə bir sual səsləndirdiniz ki, nəyə görə? Yəni siz könüllülər nə qazanırsınız? Təmənnasız olaraq bura 2 ay müddətində nəyə görə gəlirsiniz? Mənim ixtisasım universitetdə idarəetmə sahəsidir və ilkin olaraq asan xidmətə gəlməyimin səbəbində də ondan ibarətdir ki, təcrübə qazanmaq. Yəni bu müddət ərzində, 2 ay müddət ərzində könüllülərin əsas qazandığı məsələ sırf təcrübədir və bu idarəetmə sahəsində gələcəkdə fikirləşirəm ki, iş mühitində vətəndaşlarla əlaqənin hal-hazırda qurulması, gələcəkdə müştərilərlə əlaqənin də qurulmasına yardım göstərəcək. Təşəkkür edirəm, minnətdaram, amma gəlin bax, tam əminliklə söyləmək olar ki, elə ekran qarşısında əyləşən bəzi tamaşaçılarımız var ki, onlara da bu sual düşündürə bilər. Yəni, nə qazanır bu gənclər? Bax, bir, çox üzr istəyirəm, bir, təcrübə qazanır. Amma dalını siz gətirəcəksiniz. 2, nə qazanır gənclər? Gənclər ilk növbədə vətəndaşlarımıza xidmət edirlər, yəni vətəndaşlarımıza kömək göstərirlər. İkinci növbədə asan xidmətdə olan dövlət orqanları, dövlət qulluqçularına kömək edirlər. Və ən sonunda da özlərinə xidmət etmiş olurlar. Və üstəlik... Yəni, özlərinə xidmət edirlər birbaşa. Necə xidmət edirlər? Təcrübə qazanırlar. Bəli. Hansı təcrübəni qazanırlar? Elementar idarəetmədən məsələn danışıldı. İdarəetmə mexanizmlərini öyrənirlər artıq tələbə ikən. Vətəndaşlara ünsiyyəti öyrənə bilirlər. Vətəndaşlarla davranış qaydalarını öyrənə bilirlər. Kargüzarlıq qaydalarından tutmuş, yəni elementar kargüzarlıq qaydasından tutmuş, vətəndaş şikayətlərinin idarəsi mexanizminə qədər bir idarəetmənin o bütün zəncirlərini əhatə edən bir təcrübəni tələbə ikən gənc yaşda əldə edirlər. Və bir vurğulamaq istərdim əslində. O cür suallar ki var, siz burada niyə vaxtınızı itirsiniz və s. Bu çox az hallarda olan bir məsələdir. Yəni əslində bugün cəmiyyətdə, ümumiyyətlə dünyada gənc üçün boş vaxtını keçirmək üçün vasitələr çoxdur. Əlbəttə. Əyləncəyə də meyl edə bilər, müxtəlif, yəni özü üçün yararsız olan bir çox sahələrə də meyl edə bilər. Amma o gənclər ki, o təhsilindən əlavə qalan boş vaxtını asan xidmətdə keçirirsə və bu onun qəlbində dövlətçiliyə olan məhəbbətinin işarətisidir. O cənab prezidentin siyasətinə olan sədaqətinin işarətisidir. Yəni o gəncdə artıq genetik olaraq onun qəlbində, dərinliklərində dövlətinə bağlılıq var ki, vətən sevgisi var ki, o
müəyyən vaxtından sırf burada istifadə edilir. Əlbəttə, başqa yerlərdə, başqa sahələrdə istifadə edirlər boş vaxtını. Və üstəlik bir məqam var, hörmətli könüllülər, və bir məqam var. Nədir o məqam? Ülvi müəllim onun məqamı demədi, amma çox vacib bir məsələ Ülvi müəllim. Yəni, axı bu gənclər eyni zamanda müvafiq dövlət qurumlarının əməkdaşları ilə birgə çalışırlar. Bunlar potensial kadrlardır. Yəni, sabah siz hər hansı bir idarəyə gedəndə, işlə bağlı müraciət edəndə orada yazılacaq. Asan könüllü, asan xidmətə könüllü kimi çalışıb. O sizin üçün böyük üstünlük. Bir məlumat sizə əlavə verin. Mən əlavə etmək istirdim, üzr istəyirəm Ülvi müəllim. Buyurun. Mən özüm də vaxtında Adil müəllim üzr istəyirəm, könüllü olmuşam. Mən hesab edirəm ki, gənclər həmçinin əlavə olaraq yeni dostlar qazanırlar, yeni ünsiyyət qazanırlar, özünə əminlik qazanırlar. Asan könüllülər böyük bir, mən deyərdim, kənardan izləyən üçün çoxsaylı təlimlər, treninqlər, görüşlər, yəni onların mədəni zövqü formalaşır. Müxtəlif mədəni tədbirlər, idman tədbirləri, yəni bütün bu belə bir infrastrukturun bir hissəsi olurlar. Bu bir müəyyən bir kimlikdir artıq. Siz 3 ay o prosesi keçəndən sonra və bununla bərabər eyni zamanda onlara vətənpərvərlik hissləri aşılanır. Onlar özlərində bir yüksək əxlaqi dəyərlərin daşıyıcısı olurlar. Və adətən belə bir fikir səslənir ki, könüllülük mütləq kiminsə marağında olan bir şeydir. Yəni, sən öz vaxtını kiməsə verirsən, hansısa bir töhfə verirsən. Amma əslində könüllü sən özün də qazanırsan. Bu, ən birinci elə bu gənclərin özünə lazımdır. Çünki bugünün, bax, bu təcrübəsi, bu imkanlar gələcək üçün yığılan bir kapitaldır. O baxımdan mən hesab edirəm ki, bunlar hələ gələcəkdə bunun faydalarını hiss edəcəklər. Buyurun, Ali müəllim. Təşəkkür edirəm. Çox düzgün vurğuladınız. Təbii ki, mən bir nümunə söyləmək istəyirəm. Biz bu yaxınlarda 3-ü 5-i arası, fevral ayının 3-ü 5-i arası kickboxing üzrə ölkə çempionatı keçirdik və orada könüllülərin xidmətindən istifadə etdik. Biz birgə könüllülərlə birgə, asan könüllüləri ilə birgə tədbirimizin, yarışımızın, ictimai asayişinin, qonaqların qarşılanması, onların yerləşdirilməsi kimi xidmətlərindən könüllülərin istifadə etdik. Adməm, niyə bəs asan könüllülərin xidmətindən istifadə etdik? Ona görə ki, asan könüllüləri doğrudan da öz davranışları ilə, artıq öz keçdiyi təcrübə ilə, öz göstərdiyi xidmətlərlə, bəli, asan könüllüləri bu günləri doğrudan da nümunəvi bir könüllülərdir. Çünki görürsünüz, bəzi könüllülər böyük beynəlxalq tədbirləri, yarışların keçirilməsində iştirak etmiş insanlardır. Bunlar sabahları artıq yeni yaradılan asan xidmətlərində potensial kadr kimi yerləşdiriləcəklər bu insanlar. Və ən nəhayət bu könüllülərin boş vaxtlarını, ali təhsil ocaqlarından, təhsillərindən sonra könüllülük xidmətində özlərini yoxlamaları bunların boş vaxtlarının səmərəli keçirilməsində çox böyük rol oynayır. Bu insanlar pis vərdişlərdən uzaq olurlar. Pis görüşlərdən uzaq olurlar. Başqa-başqa gecə klublarından, başqa-başqa xidmətlərdən istifadə etmirlər. Bunlar öz millətlərinə, öz xalqlarına xidmət edən bir kadrlara çevrilirlər ki, sabahları bu kadrların da gücündən, bu savadından, ağlından dövlət qurumları istifadə edəcəklər. Onun üçün çox maraqlıdır. Təşəkkür ederim. Allah'ım, siz də fikrinizi deyin, daha sonra istərdik Bəxtiyarla söhbət eləyək, söhbətimizi davam etdirək. Könüllülər, asan könüllülər həm nəzəriyyəni praktikada tətbiqinə həyata keçirirlər. Nə dərəcədə nəzəriyyə praktikada işləyir və yaxud nəzəriyyə əlavə töhfələr gətirirlər orada işləməklə. İkinci tərəfdən yeni idarə etmə dünya görüşünə malik olurlar. Mən bayaq söylədim, Azərbaycanda çox vacib olan məsələlərdən biri antikorrupsiya dünya görüşünün yaradılmasıdır. Sizlər onun strukturlarıdır, sizlər onun vahidlərisiniz. Tamamilə yeni bir. Bu da hesab edirəm çox əhəmiyyətli bir məsələdir. Və eyni zamanda yeni könüllü hərəkatına böyük töhfələr verdiniz. Sizdə asan könüllülər yarandan sonra nə qədər Azərbaycanda böyük idman yarışları oldu. O nümunələr başladı tətbiq olunmağa. Və indi bu saat bir çox dövlət orqanlarında yeni bu könüllülər hərəkatı davam etməkdədir, yaranmaqdadır. Bax, bu yeni nümunələr həm də verdiniz. O baxımdan da hesab edirəm ki, bu çox vacib bir elementdir, həm də idarə etməyə yeni bir element gətirir. Və Adil müəllim çox önəmli bir məqama toxundu. Yəni, həqiqətən də, məsələn, bax, bizim gəncimiz qeyd etdi ki, mən idmanda könüllü kimi çalışmışam, indi asan xidmətdə könüllüyəm. Məsələn, bəzən belə bir sual olur, məsələn, müəyyən bir səslənir belə fikirlər ki, məsələn, bu beynəlxalq yarışları biz keçiririk, bu yarışlar bizə nə verir və s. Bax, bu yarışlar bizə sizin kimi gənclər verir eyni zamanda. Hansı ki, daha sonra könüllü kimi fəaliyyət göstərir. Çünki artıq bu insanın bu formada formalaşıb. Artıq bu insan könüllü kimi özünü təsdiq edib və onun ruhunda bu könüllülük var. Və könüllülük nədir? Vətən sevgisi, vətənə təmənnasız xidmət etmək. Və eyni zamanda bir məqam da qeyd olundu burada. Bəli, bu eyni zamanda bir tramplindir.
Asan xidmətdə könüllü kimi fəaliyyətə başlayırsınız. Daha sonra təxminən 2 mərhələ olur, elə mi Ülvi müəllim? 2 mərhələ olur. Bəxtiyar daha detallı məlumat verəcək. İlk 2 ay Asan xidmət mərkəzlərində könüllü olurlar gənclərimiz. Daha sonra isə ikinci Master 2 deyilən bir proqram var. Könüllülər oxuduqları ixtisasa uyğun dövlət orqanlarında könüllü fəaliyyətini davam etdirirlər növbəti 2 ay. Və Bəxtiyar, siz hansı mərhələdəsiniz? İlk öncə təşəkkür edirəm dəvətiniz üçün və dəyərli qonaqlarımız tərəfindən Asan könüllərin fəaliyyətimizlə bağlı kifayət qədər dəyərli sözlər səsləndirildi. Asan könüllərinin fəaliyyəti artıq Ülvi müəllim də qeyd etdiyi kimi 2 mərhələdə təşkil olunur ki, ilkin mərhələdə gənclər Asan xidmət mərkəzlərində Master 1 adlanan proqramla 2 aylıq könüllülüyə cəlb olunurlar və bundan sonra onlar öz ixtisaslarına uyğun olaraq digər dövlət qurumlarında Master 2 adlanan proqramla öz könüllü təcrübələrini davam etdirə bilirlər. Sadəcə bütün bunları ümumiləşdirən və birləşdirən bir cəhət var ki, həmin 2 aylıq könüllü fəaliyyəti bitdikdən sonra da və onlar hətta ilk gündən Asan xidmət mərkəzlərində könüllü olduqları gündən Asan Könüllülər Təşkilatının üzvünə çevrilirlər ki, artıq 4 il ərzində 10 mindən çox gəncin Asan könüllülərinin birlikdə birləşməsinə səbəb olub. Hansı ki, siz həmin təşkilatın sədrisiniz. Bəli. Və nə qədər müddət keçdi? Yəni könüllü kimi fəaliyyətə başlayan andan artıq təşkilatın sədri olana qədər? Mənim ilk könüllü fəaliyyətim 2014-cü ilin fevral ayına təsadüf eləyir. Bəli. Və ilk könüllüyə başladığım ilk gündən etibarən artıq Asan könüllülərin, bu birliyin gördüyü işlər cəlb etməyə başladı və bundan sonra avtomatik olaraq Asan Könüllülər Təşkilatının sırasına qoşuldum və bu müddət ərzində müxtəlif layihələr, təşəbbüslərdə iştirak etməyə başladım ki, ötən ildə təşkilata keçirilən seçkilərdə təşkilatın sədri seçildim. Ümumiyyətlə, bütün bu fəaliyyətdə bu 10 mindən çox gənci birləşdirən əsas meyarlar var ki, İstər Master 1 dövründə, istər Master 2, istərsə də hətta onlar Master 2 dövrünü bitirdikdən sonra belə Asan könüllülərini bir saxlayan vahid dəyərlər var. Hansı ki, bu dəyərlər vətənpərvər olmaqdır, dövlətçilik ənənələrini qorunmaqdır, bununla bərabər öz inkişafı üçün çalışmaq və öz inkişafı ilə paralel cəmiyyətin inkişafından üçün çalışmağın vacibliyini hiss etməkdir, vətəndaşlıq məsuliyyətini, vətəndaşlıq mənsubiyyətini başa düşüb qavramaqdır ki, bugün Asan könüllərini vahid şəkildə bunlar birləşdirir və yəqin ki, istər Asan könüllər olsun, istər başqa gənclər olsun ki, istənilən gənci hər zaman həvəsləndirən, gördüyü işin nəticəsindən çox ona verilən qiymətdir ki, birbaşa olaraq Cənab Prezident tərəfindən bugün Asan könüllərinə ən yüksək səviyyədə qiymət verilir. Ən azından Asan könüllərin ilk formunda birbaşa olaraq Cənab Prezidentin özünün iştirak etməsi, özünün birbaşa olaraq tövsiyələrini verməsi və o tövsiyələr əsasında Asan könüllərinin fəaliyyətinin, strateji planının qurulması bugün Asan könüllərinə verilən böyük bir dəyərin göstəricisidir. Nə qədər Asan könüllümüz var bizim? Bugün artıq 10 mindən çox gənc 10 mindən çox Asan könüllüsü adını daşıyır, bəli. Bax, bizə eyni zamanda gənclər izləyir, onlar da istəyir ki, Asan könüllü olsun. Nə etməlidir onlar? Hara müraciət etməlidir? Asan könüllüsü olmaq bu çox sadə bir prosedurdur. Sadəcə asanschool.az portalı var ki, bu portala daxil olduqdan sonra ilkin mərhələdə... Təbii yaş göstəricisi var orada. Yaş göstəricisi bəli var. 16-26 yaş arasındakı gənclər, bəli. Bunlar əsasən Asan könüllərində böyük bir hissəsini tələbələr təşkil edir. İlkin qeydiyyat formasını doldururlar və bundan sonra onlara 2 həftə ərzində cavab gəlir elektron formada və onlar müsahibəyə dəvət olunurlar və müsahibədə ilkin şərtlərə cavab verən, müsbət cavab verən gənclər Asan könüllüsü artıq adını qazanırlar. Və çox maraqlıdır. Ümumiyyətlə, Asan könüllülər üçün bir qədər o iş limiti mi deyək və yaxud da iş proqramı mı deyək, necədir, yoxsa sərbəstdir? Əlbəttə ki, qeyd etdiyimiz kimi könüllərimizin böyük bir hissəsi tələbələrdir. Buna görə də Asan xidmət mərkəzlərində könüllü 3 növbə əsasında müəyyən olunub ki, onlar da həm dərsləri ilə uyğun saatlarında, həm digər fəaliyyətlərlə uyğun saatlarla bunu tənzimləyib, gün ərzində bu fəaliyyətlərini tənzimləyirlər. Təşəkkür edirəm, minnətdaram və bax istəyirəm. Bəli, buyurun. Cənab Prezidentin vurğuladığı kimi necə ki, Asan xidmət Azərbaycanın brendidir. Asan könüllülər də Asan xidmətin brendidir artıq. Könüllülər hərəkatı ilə Asan xidmətin yaradılması eyni vaxtda təsadüf edir, eyni vaxtda oldu. Və heç də təsadüfi deyil ki, ilk Asan xidmətlə fəaliyyətə başlayanda Cənab Prezidentimiz könüllülərlə şəxsən görüşdü. Onlara öz qeyd etdiyi kimi tövsiyələrini verdi. Və bu da çox vacibdir ki, o tövsiyələr bugün Asanda xidmət edən o gənclərin, könüllülərin vəzifəsidir. Özləri üçün bir vəzifə kimi qəbul edirlər və Asan Könüllülər Təşkilatının da əsas vəzifəsi, proqramı, konsepsiyası həmin verilən tövsiyələrə uyğun qurulubdur.
Təşəkkür edirəm, minnətdaram və buyurun Orxan Mən müəllim. bir məsələni diqqətsiz buraxmaq istəmirəm. Müxtəlif platformalarda bizim korrupsiya qarşı mübarizə xətti ilə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq platformalarda bizə mütəmadi olaraq bu məsələ ilə bağlı ətraflı suallar verilir və biz görürük ki, bu çox beynəlxalq diqqətə səbəb olub və bir Azərbaycan brendi kimi özünü həqiqətən də təsdiq edibdir. Təsadüfi deyil ki, elə 2016-cı il ərzində bizim xətlə, belə demək mümkünsə, 3 ölkənin nümayəndə heyəti bilavasitə ölkəmizdə tanışlıq səfəri olan zaman öz xahişləri ilə Asan Xidmət mərkəzlərində də olmuşlar və onların həm fəaliyyət prinsipləri, orada olan şəffaflıq standartları ilə daha yaxından tanış olmuşlar. Məsələn, mən nümunə kimi Moldova, Misir, Türkiyədən olan antikorrupsiya qurumlarının nümayəndələrini gətirə bilərəm. Və hesab edirəm ki, bu diqqət getdikcə artmaqdadır. Asan Xidmət mərkəzlərinin fəaliyyətində olan bu şəffaflıq prinsipləri, bu standartlar beynəlxalq platformada təbliğ olunduqca, beynəlxalq platformada bu informasiya təqdim edildikcə ona olan diqqət də proporsional şəkildə artacaqdır. Və tamamilə söyləmək olar Orxan müəllim, bax, təmənnasız xidmət göstərmək, inanın bir çox ölkələrdə bu başa düşülmür ki, bu mümkündür, ümumiyyətlə, təmənnasız xidmət göstərəcək. Əslində, bu da Azərbaycan xalqının mentalitetindən irəli gələn önəmli məqamlardan biridir. Necə ki, biz qeyd edirik, multikulturalizm bizim həyat tərzimizdir, həmrəylik bizim həyat tərzimizdir. Bax, təmənnasız vətənə xidmət göstərmək də bizim gənclərin həyat tərzidir. Və üstəlik bir məqam var, yəni könüllülük artıq həyat tərzidir. Həyat tərzidir, bəli. Və bir məqam var, o məqamı da xüsusi qeyd etmək lazım. Təsəvvür edin, bax, Adil müəllim, Vüsal müəllim, eləcə də Orxan müəllim, hər birinizə də sualım, Məhəmməd müəllim. Baxın, təsəvvür edin ki, bugün hansı siyasət yürüdülür? Gənclər siyasəti. Gənclərimiz bütün orqanlarda çalışırlar. Siyasi, iqtisadi, sosial, mədəniyyət sahəsində və aparıcı fiqur kimi fəaliyyət göstərirlər, öz dövlətlərinə xidmət edirlər. Və təsəvvür edin ki, sizə gənc müraciət edir, hər hansı bir fəaliyyət sahəsində çalışmaqla bağlı fərq etmir və yaxud da bir kömək məqsədi ilə və o gəncin CV-sində şəxsi məlumatını yazılır ki, bu adam könüllü olub. Hansı aura yaranır insanda? Əminlik yaranır ilk növbədə, sevgi yaranır həmin gəncə qarşı, hörmət yaranır həmin gəncə qarşı. Bax, nə verir könüllülük bu gənclərə? Eyni zamanda bax, bu dəyərləri verir. Hər gəncdə olmayan, etiraf edək ki, yəni asan könüllü oxunursa artıq, həmin anda tamamilə söyləmək olar ki, inan yaranır. Konkret fakt deyə bilərəm ki, bir çox özəl şirkətlər var, hansı ki, CV qəbul edəndə asan könüllüsü olmağa birbaşa üstünlük verirlər. Yəni, əgər o CV-sində asan könüllüsü olmağa qeyd olunubsa, o prioritet təşkil edir. Digər konkurs yaranarsa, onlara üstünlük verirlər. Və hətta regionlarımıza, misal üçün, Qəbələdə yoxlar bildirirlər ki, orada böyük bir turizm infrastrukturu qurulubdur, bilirsiniz. Orada xidmət sahəsinə gəncləri işə qəbul edərkən, onlara şərt kimi bildirlər ki, asanda könüllü deyilsə, işə qəbul prosesi aparılmır. Yəni, belə faktlar artıq var. Və yenə də gəlin gənclərə sözümüzü verək, onların fikirlərini eşidək. Daha kim söz demək istəyir, hörmətli gənclər? Buyurun, xahiş edirəm, mikrofonu ötürək. Mən burada bizim rəhbərlərin təvazökarlığından irəli gələn bir məsələyə toxunmaq istəyirəm ki, orada toxunulmadı. Bu, rəhbər könüllü münasibətləridir ki, yəni, belə deyim sizə, daima bizim rəhbər şəxslər, istər Ürür müəllim olsun, istər İnan müəllim olsun, istər Asan birin direktoru Labidə xanım olsun, yəni, istər bütün Asan direktorları daima olaraq asan könüllərlə bir yerdədirlər. Yəni, fərqi yoxdur, biz masadayıq, biz sorğudayıq və yaxud biz qapıdayıq, yəni hər yerdə daima bizlə münasibətdədirlər. Bizlə, yəni, sizin hər hansı bir problemimiz varmı, hər hansı bir çətinliyiniz varmı? Sizə belə bir misal gətirim ki, yəni, hətta bizim otaqlarda, Asan Xidmət Mərkəzində qapılar yoxdur ki, yəni, biz qapı döyək, hər hansı bir rəhbər şəxsin otağına qapı döyəcəyik. Yəni, bunu çağadan bilmirdi açığı, qapının olmaması. Yəni, o deməkdir ki, heç kimi narahat etmir, bütün qapılar açıqdır. Siz burada tez-tez vurğuladıq anti-korrupsiya, yəni korrupsiyadan uzaq. Burada məsələ o cür deyil ki, burada işləyirəmsə mən rüşvət almamalıyam, almıram. Sadəcə olaraq asan xidmətdə çalışılıb ki, asan xidmətdə korrupsiyaya yaradan mühit ümumiyyətlə olmasın. Yəni, korrupsiyaya şərait yaradan hal yoxdursa, korrupsiyaya məşğul olmaq istəyən də artıq avtomatik olmayacaq. Yəni, könlündən keçsə belə, o mühit, o şərait yoxdursa, artıq onu edə bilməyəcəkdir. Və asan xidmətin infrastrukturu da, ofis şəraiti də elə qurulub ki, tam şəffaf şüşələrdən ibarət otaqlardır. Bu da indi şəffaflığın bir elementidir əlbəttə.
və vətəndaşlarımız da şəffaf şəkildə qəbul edilir, şikayətləri dinlənilir və operativ də həll olunmağa çalışılır. Yəni çalışılıb ki, o qapıdan söhbət getdiyinə görə qeyd edirəm, xidmətdə korrupsiyaya şərait yaradan hal mövcud olmasın, istisna olunsun. Əgər o hal istisnadırsa, bəli, artıq insan istəsə belə ona yol verə bilmir. Əgər yola verirsə, əlbəttə ki, ifşa olunur və Korrupsiya Mübarizə İdarəsinə dərhal təqdim olunur. Təşəkkür edirəm. Minnətdaram. Bəli, buyurun, fikrinizi davam etdirin. Buyurun, mikrofonu ötürək zəhmət olmasa. Mənim fikrimcə, hər hansı bir maddi gəlir əldə edib, bizim burada əldə etdiyimiz təcrübə, fürsət hər hansı bir maddi gəlirdən daha üstündür. Çünki biz bu elə bir təcrübələrdən, fürsətlərdən gələcəkdə də istifadə edə bilərik. Gələcək iş karyeramıza, gələcək fürsətlərimizdə də istifadə edə bilərik. Lakin maddi gəliri daha çox üstün tutaraq bu baxımdan. Siz neçə müddətli könüllüsünüz? Mən hardasa 7 gündür. 7 gün? Bəli. Ondan da az könüllü olan var mı? Yoxsa staj baxımından ən az staj bizim qardaşımızdadır. Elə 7 gün. Ən az yaşlı məndə olar. Yəni 7 gün ərzində artıq yendirir. O aura insanın canını hopur, beyninə hopur. Üzr istəyirəm, müdaxilə edirəm. Ümumiyyətlə, heç bir maddi və yaxud başqa maraq güdməyən könüllülərə sual verən insanlar dərk etməlidirlər ki, bu insanlar ümumiyyətlə hər hansı bir kursa yazılanda, hər hansı bir təlimə yazılanda əksinə özləri ödəniş edirlər. Bu insanlar heç bir ödəniş etmədən hər hansı bir davranış qaydalarına, xidmət qaydalarına yiyələnirlər. Əksinə, heç mən təklif edərdim ki, gələcəkdə bunlara bir sertifikat da verilsin. Yəni, verilir, sertifikat verilir. Gözəl. Yəni, bu insanlar böyük bir institutda təlim keçiblər. Bu insanlar böyük bir institutda tərbiyə alıblar, xidmət keçiblər. Artıq bu insanlar xidmət keçmiş insanlardır. Bəzi valideynlər var, öz uşaqlarını yönəltməyə bir istiqamət axtarır ki, harada geçsin uşaqları bir xidmət növünə yiyələnsin, insanlarla ünsiyyət formasına yiyələnsin, insanlarla danışıq qabiliyyətini aşılasın. Yəni, artıq asan xidmət bu bir neçə sualın üstündən xətt çəkir ki, hansını ki, insanlarımıza, vətəndaşlarımıza dövlət vəsait hesabına, dövlətin yaratdığı qurum hesabına insanlarımızın, vətəndaşlarımızın övladlarını bu cür tərbiyələndirir. 2016-cı ildə, Rəşman, 2016-cı ildə 1124 təlim keçirilibdir asan xidmətdə. Hansı sahələr üzrə təlim olur burada? Bu, bütün stresin idarə olunması, psixoloji hazırlıq, vaxtın idarə olunması sahələrini əhatə edən 1124 təlimdir. Hansı ki, burada bütün asan xidmətin işçiləri, asan xidmətdə olan digər dövlət orqanları əməkdaşları və eyni zamanda könüllərimizi əhatə edibdir. Böyük bir təlimdir və bir də baxmayaraq ki, qeyd etmək istəyirəm, baxmayaraq ki, bu könüllülük təmənnasız bir xidmətdir. Cənab Prezidentimiz keçən il bir sərəncam imzaladı. Bütün könüllərimizdə aylıq müavinət verilməsi ilə bağlı. Bu, əlbəttə ki, onların xidmətinin qarşılığı, yəni məvacib və son maaşı deyil. Bu, sırf könüllülərimiz üçün kiçik bir maliyyə dəstəyidir ki, o vəsait hesabına onlar yenə də əlavə dil öyrənmək üçün dil kurslarına gedə bilərlər. İnformasiya texnologiyanı gələnmək üçün müxtəlif kurslara, təlimlərə əlavə olaraq gedə bilərlər. Dil kursları keçirilir mi, müəllim? Dil kurslarıdır və informasiya texnologiyalarının istifadədir. Onlarla bağlı da təlimlər olur. Amma hər bir gəncin özünün istəyi, arzusu ola bilir. Hansı ki, o istiqamətdə özünü daha da puxtaləşmək istəyir, əlavə təlimlər istəyir, yəni asandan kənar. Hansı ki, onlar ödənişlidir. Cənab Prezidentin sərəncamı ilə ayrılan o müavinətlər də onlara kömək edir ki, bu hallarda onlar özləri müstəqil şəkildə ödənişini edib, özünə inkişafa xərcləyə bilsinlər o vəsait. Təşəkkür edirik. Buyurun, Sayın müəllim, fikrinizi bildirin. Qısa bir məqamı da qeyd etmək istəyirəm. Ola bilsin, Bəxtiyar daha aydınlıq gətirə bilər. Mən hesab edirəm, biz bir də o statistikaya baxmaq istəyik ki, nə qədər gənc bugün asan, könüllü olmaq üçün müraciət edir. Yəni, o müraciətlərin seçim aparılır. Yox, seçimdən əvvəl əgər
maraq böyükdürsə, müraciət sayı böyüksə, deməli gənclərdə böyük maraq var qoşulmaq üçün. O da bu modelin bir uğurunun göstəricisidir. Bəxtiyar müəllim bugün 35 minə qədər gənc asan könüllüsü olmaq üçün müraciət edib ki, bu 35 min gəncdən 10 mindən bir qədər çox asan könüllüsü adını qazanıb. Başqa sözlə desək, hər 3 gəncdən biri müraciət edən asan könüllülər sırasına qoşulub. Əslində biz asan xidmətlə bağlı qeyd etdiyim kimi bir çox məsələlər haqqında ətraflı fikir mübadiləsi apara bilərik. Çünki asan xidmətin çox mühüm və önəmli xidmət sferləri var. Amma biz nəyə görə məhz gəncliklə bağlı daha çox fikir mübadiləsi apardıq, Əli Məmməd müəllim? Çünki asan xidmətin ölkə ictimaiyyətinə və Azərbaycana verdiyi ən mühüm dəyərlərdən biri məhz insan kapitalıdır. Hansı ki, daim dövlətin diqqət mərkəzindədir. Elə bir strateji fəaliyyət proqramı qəbul olunmur ki, orada insan kapitalı qırmızı xətlə keçməsin. Bax, asan xidmətin yetişdirdiyi gənclərdir, kifayət qədər aktivdirlər. Amma xanımlara da istərdim söz verim. Xanımlar bir qədər passivlik göstərirlər. Mikrofonu zəhmət olmasa ötürək. Əli Məmməd müəllim, buyurun, sizin fikriniz vardır. Bir məsələyə bir əlavə etmək istərdim. Mən eyni zamanda dövlət qulluğuna qəbulda müsahibə komissiyasında iştirak edən ekspertlərdən biriyəm və biz bu müsahibəni həyata keçirərkən o da diqqətimizi cəlb edir ki, müsahibədə iştirak edən şəxslər kimlərdir və bütövlükdə onlar könüllü olublar. Məsələn, asan könüllülər daha yaxşı cavab verirlər, müsahibədən daha rahat keçə bilirlər. Çünki bunlar burada müəyyən vərdişlər əldə ediblər, müəyyən biliklər əldə ediblər. Onlar çox asanlıqla sonra dövlət qulluğuna da qəbulda çox asanlıqla həyata keçir. Çünki onlar bu zaman həm nəzəri, praktik biliklərdən suallara cavab verir, həm də eyni zamanda davranışla bağlı məsələlər, psixoloji vəziyyətlə bağlı. Bütün bunlar təbii ki, onlara əlavə olaraq kömək edir ki, sizlərə, kim ki asan xidmət könüllüləri olub, dövlət qulluğuna daha rahat şəkildə o müsahibə mərhələsini keçə bilir. Və real nümunə ortadadır. Kifayət qədər sərbəst şəkildə öz fikirlərini bildirirlər və öz arzularını, istəklərini, suallarını ünvanlayırlar. Buyurun, sizin fikrinizi eşidək. Nəfizədə Aytac, artıq 8 aydır asan könüllüsüyəm. Hal-hazırda isə Asan Könüllülər Təşkilatının üzvüyəm. Qeyd etdiyiniz məsələ ilə bağlı onu demək istəyirəm ki, Asan Könüllülər Təşkilatı tərəfindən bir sıra layihələr keçirilir ki, onların hər biri biz könüllülərin şəxsi inkişafına yönəlmiş layihələrdir. Qeyd etdiyiniz dil kursları, kompüter kursları da artıq fəaliyyətə başlayıb ki, könüllülərimiz hər biri orada iştirak edirlər. Dil kursları, kompüter kursları da bundan əlavə də bir çox layihələrimiz var ki, onların hər biri də könüllülərin şəxsi inkişafına yönəlmiş layihədir. Ən böyük layihələrimizdən Asan Akademiyanı, Gəncədə baş tutmuş Startup Akademiyasını da buna misal göstərə bilərəm. Həmçinin həmrəyli düşərgəsi layihəmiz olmuş ki, bildiyimiz kimi 2016-cı il Cənab Prezident tərəfindən multikulturalizm ili elan olunmuşdu. Ən çox həmin həmrəyli düşərgəsi Lahıcda keçirilmişdi və həmin layihə müddətində multikultural ənənələrin mövcudluğu, onlarda gənclərimizdə dövlətçilik ənənələrinin, vətənpərvərlik hisslərinin aşılanması sferasında olmuşdur bütün bu layihələrimiz. Təşəkkür edirəm. Minnətdaram. Sonra kim? Onu qeyd edim ki, biz burada bu layihələrdə, təlimlərdə iştirak edərkən orada qazandığımız komanda ilə işləmə bacarığı və bir çox mənəvi dəyərlər var ki, düşünürəm ki, onlar heç bir maddiyyatla müqayisə oluna bilməz. Və bir də dostluq. Əlbəttə, dostluq, komanda ilə işləmə bacarığı. Təşəkkür edirəm. Buyurun. Mən Ağayev Aytac, Bir Sayılı Asan Xidmət Mərkəzinin könüllüsüyəm. İlk öncə olaraq qonaqlarımızın dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün təşəkkürümü bildirirəm. Sonra isə könüllü yoldaşlarıma təşəkkürümü bildirirəm. Rövşən müəllim, siz proqram başladığı anda İlvi müəllimə belə bir sual yönləndirdiniz ki, 5 il müddətindəki strateji planı, missiyanızı tamamlamışsınızmı? Mən belə bir fikir irəli sürmək istəyirəm ki, bu missiya sadəcə xidmət sahəsinə və yaxud hər hansı bir biznesə aid deyil, hər şəxsin özünə də aid etmək olar ki, hər bir şəxs özü müəyyən il ərzində öz missiyasını tamamlamalıdır. Mən bu könüllü fəaliyyətinin də buna qatkısı olduğunu düşünürəm ki, biz də boş zamanlarımızı zamanın idarə olunması yönündə könüllü fəaliyyətimizin dəstəkləməsi ilə bağlı fikirləşirəm ki, bunun da çox əhəmiyyəti var ki, biz vaxtımızı itirmirik, düzgün yönümlü istifadə edirik vaxtımızı və beləliklə öz missiyamızı tamam eləməkdə asan xidmət bizə böyük dərəcədə köməklik göstərir. Bunun üçün də təşəkkür edirəm. Siz nə məni maraqlandırır? Məsələn, baxın, gənclərimiz danışırlar, təxminən bir neçə gənc danışdı. Danışıq qabiliyyətləri kifayət qədər gözəl, intellektual səviyyələri kifayət qədər yaxşı, vətən sevgisi artıq könüllüdür. Yəni, bu insanda çox güclü vətən sevgisi var. Ülvi müəllim, yəni konkret dövlət orqanlarından, ayrı-ayrı şirkətlərdən indiyənə qədər olubmu ki, sizə müraciət etsinlər ki, məsələn, bizə kadr lazımdır? Bizdə deməli, bu tələblər artıq artdığından, bu cür sorğular artdığından biz bir asan kadr portalı yaratdıq, asan xidmətdə. Asan kadr portalında
bütün iş axtaran könüllülərin CV-ləri yerləşdirilir. Və eyni zamanda da işə götürənlərin sorğuları yerləşdirilir. Və bir növ o portalda iş axtaranla işə götürən görüşə bilirlər. Yəni virtual olaraq axtardığım sahə üzrə CV-lərə baxılır və həmin onlar müsahibəyə dəvət edirlər. Bu Asan Kadr portalı vasitəsilə 700-dən çox gənc artıq işlə təmin olunubdur. O iş yerlərinin içində Asan Xidmətinin özü də var, digər dövlət orqanları da var və böyük əksəriyyəti özəl qurumlar, özəl şirkətlərdir. Bank, sığorta şirkətləri və s. Bəli. 700-dən artıq. Fikrinizi bildirin. Mən də əvvəla hamınıza təşəkkürümü bildirirəm. Biz Asan Könüllərimizin missiyası var. Missiyamız isə cəmiyyətimizin dayanıqlı inkişafı üçün çalışan vətəndaş şəbəkəsini formalaşdırmaqdır və biz Asan Könüllərinin prinsip və dəyərlərimiz var. Prinsip və dəyərlərimiz isə sağlam mühit, sağlam mənəviyyat və sağlam düşüncədir. Və bir də onu da vurğulayım ki, artıq könüllülük kitabı nəşrə, birinci nəşri çıxıb və yaxın zamanlarda artıq istifadə olacaq. Təşəkkür edirəm. Mənə elə gəlir ki, artıq burada ən stajlı könüllü elə bizim Bəxtiyardır. Bəli. Və ən az müddət olan könüllü 7 gün. Bəli, çalışan artıq könüllü kimi fəaliyyət göstərən bizim qardaşımızdır. Buyurun, hörmətli könüllülər. Maşallah, könüllülərin sözü bitmir. Deyək ki, bitməsin. Buyurun, fikirlərinizi bildirin siz də. İlk öncə hamını salamlayıram. Sizə də təşəkkürümü bildirirəm verilişə dəvət etdiyiniz üçün. Mən də 3 sayılı Asan Xidmət könüllüsüyəm. Artıq bir həftədir könüllü olaraq fəaliyyət göstərirəm. Məhz universiteti bitirdikdən sonra qərara aldım ki, Asan Xidmət könüllüləri... Hansı ixtisas üzrə? Tarix fakültəsi üzrə, bəli. Mən də qərara aldım ki, könüllülər sırasına qoşulum. İlk öncə biz deyə bilərəm ki, iş təcrübəsi qazanırıq. Bundan əlavə yeni kollektivimiz olur, dostlar qazanırıq. Daha sonra isə müxtəlif layihələrdə iştirak edirik, dünya görüşümüzü artırırıq. Bu da hər bir istənilən maddiyatdan daha önəmlidir. Siz burada könüllü kimi çalışmısınız, yoxsa birinci könüllüyünüzdür? Xeyr, birinci dəfədir ki, könüllü olaraq fəaliyyət göstərirəm. Və biz rəy sorğularında iştirak edirik. Elə olur vətəndaşların hətta özü yaxınlaşıb öz razılığını bildirir. Hətta dünən bir vətəndaş özü yaxınlaşdı. Böyük ruh yüksəkliyi ilə Asan Xidmətdən razılığını bildirdi və təşəkkür etdi. Həm cənab prezidentimizə, həm də Asan Xidmət işçilərinə, könüllülərə öz təşəkkürünü bildirdi ki, bu cür yüksək səviyyədə xidmət əldə etdi. Təşəkkür edirəm, minnətdaram sizə, çox sağ olun. Ayrı bir faktı qeyd edəcəm, Vüsal müəllim. Yəni, mən xatırlayıram ki, məsələn, biz xarici pasport alanda inandırım sizə ki, növbələr, Adil müəllim, yəni kifayət qədər böyük növbələr var idi, böyük vaxt itkisi var idi. Amma çox asan bir formada yaxınlaşdıq bu dəfə Asan Xidmətə, bir neçə günə artıq sənəd hazırdır. İstər şəxsiyyət vəsiqəsi olsun, və ya qeyd etdi Adil müəllim, sürücülük. Bu öz yerində, bu çox gözəl. Amma ictimaiyyət də bu işə bir dəstək verməlidir. İctimaiyyət də birbaşa olaraq Asan Xidmət könüllülərinin yanında olmalıdır. Düzdürmü? Yəni, ictimai dəstək olmalıdır. Dövlət öz işini görür. Dövlət Asan Xidmət yaradıb. Özdəki Azərbaycanın əksər bölgəsini əhatə edir. Hansı bölgələrdə ki, yoxdur, səyyar avtobuslar, Asan qatar sistemi, birbaşa olaraq hətta eyni zamanda səyyar qruplar da var, birbaşa evlərə də gedirlər, sənədləri qəbul edirlər. Fiziki cəhətdən mərkəzə gələ bilməyənlər üçün, fiziki imkanları məhdud insanlar üçün belə xidmətlər göstərilir. Birbaşa onların evlərində. Amma cəmiyyət özü də axı bu məsələdə aktiv olmalıdır. Bax, cəmiyyətin üzərinə hansı missiya düşür, hansı məsuliyyət düşür? Təşəkkürlər, siz doğru buyurursunuz. Ancaq bir qeyd edeyim ki, artıq Asan Xidmətdə sizin dediyiniz ümumi vətəndaş pasportu siz bir neçə gün dediniz, amma onu bir günə də səhv eləmirəmsə əldə etmək olur. Artıq rahatlıq yəni bu səviyyədədir. Mən hesab edirəm ictimaiyyətin dəstəyi çox böyükdür Asan Xidmətə və bu özünü həm qeyd edilən o könüllərə yaxınlaşaraq onlara öz müsbət fikirlərini bildirməklə, eyni zamanda cənab prezident xüsusilə regionlarda səfərdə olan zaman ictimaiyyət nümayəndələri ilə görüşlərdə də o insanlar hətta ondan xahiş ediblər ki, səyyar nəqliyyat vasitələri onların rayonlarında daha uzun müddət qalsın və yeni xidmətlər əlavə edilsin. Mən bilirəm ki, yəni bu da ictimaiyyətin dəstəyinin bir formasıdır. Mən hesab edirəm ki, və biz elə vətəndaşlarla görüşdə də, mətbuatda da izləyirik ki, həqiqətən Asan Xidmətin fəaliyyətinə böyük ictimai dəstək var. Və bu həm də özü də böyük bir məsuliyyətdir. Çünki adətən bilirsiniz, beynəlxalq təcrübədə bu belə olur da, deməli, dövlət orqanları öz xidmət səviyyəni daha çox vətəndaş gözləntilərinə, vətəndaş ehtiyaclarına uyğun təkmilləşdirirlər. Birinci, belə deyək, müəyyən zərurət yaranır, çünki vətəndaş, belə deyək, özəl sektorda və ya xaricidə hansısa bir təcrübəni müşahidə edir və o həmin xidməti gözləyir.
Ancaq bizim halda asan xidmətini hesab edirəm, uğuru həm də niyə ibarətdir ki, asan xidmət özü gözləntini artıq yaradır. Deyək ki, yeni bir yenilik təqdim edir, vətəndaş artıq onu deyək ki, 3 gün alır. O gözlənti onda oturuşmağa başlamamış, artıq o 1 gün olur və yaxud elektron qaydada olur. Yəni bu da belə deyək, belə bir yanaşmadır ki, o da asan xidmətin qeyd etdiyi uğurludur ki, o bugün gözləntiləri özü yaradır. Və mən hesab edirəm ictimaiyyətin çox böyük dəstəyi var asan xidmətə. Və biz ümumiyyətlə kadr potensialından danışdıq, amma eyni zamanda Ülvi müəllim, gəlin birbaşa olaraq yenə də asan xidmətin fəaliyyətinə toxunaq və Adil müəllim, sizin də fikrinizi eşitmək istərdim. Çünki bugün dövlətin qarşıya qoyduğu strateji fəaliyyət proqramı nədir? Qeyri-neft sektorunun inkişafı. Və qeyri-neft sektoru deyiriksə, aqrar sektor var. Eyni zamanda sahibkarlığın inkişafı var, ailə biznesi var, kommunal xidmətlər, düzdür, bu birbaşa olaraq iqtisadi sahə deyil, sosial sahədir, amma kommunal xidmətlərə yüngülləşdirilməsi istiqamətində artıq asan kommunal var. Bax, asan xidmətlər bu sahələr üzrə ictimaiyyəti sevindirə-sevindirə belə öz fəaliyyətini qurur və yeni xidmətlər əldə edir. Bax, istərdik bu istiqamətdə asan xidmətin fəaliyyətindən danışaq. Daha hansı xidmət növləri bura aid olacaq? Nə gözləyək biz yenə də asan xidmətdə? Siz demək olar ki, sadaladığınız hamısını. Asan kommunal barədə bildirmək istərdim. Asan kommunal təkcə sosial yox, həm də iqtisadi deməli, mənfəəti olan bir layihədir vətəndaşlarımız və sahibkarlarımız üçün. Bildiyimiz kimi artıq ilk asan kommunal keçən ilin dekabr ayında Cənab Prezidentin iştirakı ilə açıldı və yanvar ayının 15-nə etibarən artıq fəaliyyətə başlayıbdır, işləyir. Burada Azərsu, Azərişıq və Azərqaz təşkilatlarının bütün göstərdiyi kommunal xidmətlər vətəndaşlarımıza təqdim edilir, göstərilir. Və bununla həm kommunal xidmət sahəsinə asan xidmət standartları tətbiq edilməsinə başlanılır. Bu 2016-cı ilin may ayında Cənab Prezidentin bu barədə fərmanı oldu ki, kommunal xidmətlər sahəsində asan xidmət standartlarının tətbiq edilməsi ilə bağlı və bununla bağlı mərkəzlərin yaradılması tapşırığı verildi. Bunun sosial tərəfi əlbəttə ki, vətəndaşlarımız yenə də bir pəncərə prinsipi əsasında müxtəlif orqanlara getmədən şəffaf qaydada qanunla tələb olunan xidmət haqqısını ödəməklə kommunal xidmətini ala bilir. İkinci bir tərəfdən həm də sahibkarlarımız öz biznes obyektləri üçün çox yenə də rahat şəkildə vaxt və pul itkisi olmadan bir qapı prinsipi ilə burada öz deməli, texniki şərtlərini, kommunikasiyanın çəkilməsini və s. ala biləcəkdir asan kommunal vasitəsilə. Eyni zamanda asan xidmət mərkəzində əsas fəaliyyət istiqaməti burada dövlət və özəl qurumların deməli, müştərək deməli, işbirliyindən söhbət gedir. İstər asan xidmət mərkəzlərində, istərsə asan kommunal mərkəzdə həm dövlət orqanları öz xidmətlərini təqdim edir və bu həmin mərkəzə kütləvi vətəndaş axınına səbəb olur ki, bununla da özəl sektor, yəni vətəndaşlara xidmət göstərən özəl sektor nümayəndələri də mərkəzdə öz xidmətlərini vətəndaşlara sata bilirlər. Bu da imkan verir ki, bu mərkəzdən həm eyni zamanda vətəndaşlarımıza operativ, şəffaf dövlət xidməti çatdırılsın, həm də özəl sektor buradan iqtisadi mənfəət əldə edə bilsin. Yəni vətəndaş eyni zamanda həm pasportunu ala bilir, həm sürücülük vəsiqəsini ala bilir, həm turizm səfəri etmək istəyirsə bilet ala bilir, həm deyək ki, bəli, mobil operator nömrəsi ala bilir və s. Bizim ikinci Cənab Prezidentin tapşırığı yaradılan layihə asan vizadır, sistemidir. Asan viza elektron vizaların verilməsi sistemidir ki, burada da cəmi 3 dəqiqə ərzində əcnəbi elektron anket məlumatlarını dolduraraq deməli, elektron viza ala bilir. 3 iş günü ərzində. O 3 dəqiqəlik vaxt müddəti, yəni indi biz də müəyyən ölkələrdə oluruq, düşünürük, məsələn, şəxsən mən fikirləşirəm ki, digər ölkələrdə bu yoxdur. Ki, 3 dəqiqə ərzində sən vizanı ala biləsən. Kifayət qədər böyük bir göstəricidir. Cəmi 3 addımda anket məlumatlarının doldurulması, ödənişin edilməsi və e-mail artıq elektron viza haqqında blank gəlir vətəndaşın e-mailinə. O da onu çap edərək pasport ilə birlikdə Azərbaycan sərhədinə yaxınlaşıb. Və yer gəlmişən artıq asan vizadan istifadə edənlər var. Yanvarın bəli, 10-undan tam fəaliyyətə başlayıb və bu müddət ərzində 5000 viza verilibdir. Yəni 5000 elektron viza üçün müraciət olub əcnəbilərdən və artıq viza. Yəni faktiki olaraq onlardan artıq ay yarım da heç deyil. Yəni bir aydan bir qədər artıq bir müddət ərzində 5000 viza. Bir aydan azdır, bəli. Bir aydan az müddət. Yanvarın 10-dan bəli, bir aydan az bir müddət. Az müddətdə 5000 elektron viza üçün müraciət olubdur və onlardan artıq 1500-ədək artıq ölkəyə gəliblər. Bəli. Ölkəyə gəlib, viza alıb artıq ölkəyə gəlib, ölkəni tərk ediblər və bu viza sadələşdirilməsi də Azərbaycanın turizm siyasətinin tərkib hissəsidir və bu asan viza sistemi də bu siyasətin uğurla davam etdirilməsi üçün bir vasitədir
və uğurlu, artıq ilk gündən hiss olunur ki, çox uğurlu bir layihədir. Çünki kütləvi axın vardır. Deməli, dünyanın 81 ölkəsinin vətəndaşları çox rahat səfirlik konsulluğa müraciət etmədən evindən, ofisindən elektron qaydada vizasını ala bilir. Və mərkəzlərin sayı da artırılacaq. Mərkəzlərimizin sayı hal-hazırda 11 asan mərkəzimiz var və bu il ərzində Quba və Mingəçevir şəhərlərində asan həyat kompleksləri fəaliyyətə başlayacaq. Növbəti illərdə isə İmişli və Şəki şəhərlərində asan xidmət, ümumiyyətlə 4, bu üzümüzə gələn 2 il ərzində 4 asan xidmət mərkəzi fəaliyyətə başlayacaqdır. Və bunların fərqini də qeyd etmək istərdim ki, yeni mərkəzlər artıq asan həyat kompleksi, asan həyat adında bir kompleks təşkil edir. Bu da həmin regionda, rayon, şəhər mərkəzində həm dövlət xidmətlərinin bir mərkəzdən alınmasını təmin edən inzibati binadan ibarətdir, həm də həmin rayonun gənclərinin, rayonun yaşlı insanlarının, rayonun az yaşlı uşaqlarının deməli, istifadəsinə verilən digər obyektlərdən ibarət olacaqdır. Və bütövlükdə bir kompleks bu il ərzində Quba və Mingəçevirdə fəaliyyətə başlayacaqdır. Mən bir məsələyə toxunmaq istərdim. Bu asan xidmət həm Azərbaycanda idarəetmə sahəsində keçirilən islahatların əsas mərkəzidir. Həm o islahatların nəticəsidir. Asan. Eyni zamanda islahatlar mərkəzinə çevrilmişdir. Məsələn, mən hansı istiqamət? Bayaqları Ülvi bəy söylədi, asan viza. Tamamilə yeni bir yanaşmadır. Əcnəbilər təbii viza alması və abad yaradılması indi bu proses dərinləşir. Və yaxud da ailə biznesi. Və yaxud da ailə biznesi, abad mərkəzləri. Abad, bəli. Üçüncü, başqa bir məsələ onunla bağlıdır ki, sahibkarlıq üçün, sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühitin yaradılmasında mühüm instrument rolunu oynayır. Lisenziyaların verilməsi, asan xidmətlər vasitəsilə, yəni həm də digər istiqamətli islahatların həyata keçirilməsində mühüm bir vasitəyə çevrilməkdədir. Bu da çox mühüm olan bir məsələdir ki, yəni kompleks artıq bizdə, yəni Azərbaycanda həyata keçirilən islahatların mühüm bir istiqaməti məhz asan xidmətlər vasitəsilə həyata keçirilir. Bütövlükdə təkcə sırf xidmətlər deyil, eyni zamanda sahibkarlıq sahəsində və digər sahələrdə olacaq. Bu da çox əhəmiyyətli və mühüm məqam. O kommunal, asan kommunalın yaradılmasını biz deyirik. Asan kommunal yalnız sadə vətəndaşlara, yəni işıq, su, qazla, belə deyək, o ödənişlərin həyata keçirilməsi təminatı deyil. Burada sahibkarlıq da var və inandırırız ki, sahibkarlarla dəfələrlə biz görüşürük. Onların birbaşa olaraq ən çox narahat olduğu məqamların biri məhz budur. İşıq, su, qaz, onların idarə etdiyi, rəhbəri olduğu müəssisələrin işıq, su, qazla təmin olunması və ödənişlərin edilməsi. Bilirsiniz nə qədər asanlaşıb onların işi? Və bu da təbii ki, vaxt amilidir. Sahibkar üçün vaxt puldur, qızıldır. Və təbii ki, artan hər bir yeni mərkəz yeni könüllü ordusu deməkdir. Və yeni iş yerləri deməkdir. Yeni iş yeri deməkdir. Hazırıq. Və bizimə qədər minnətdaram hər birinizə, minnətdaram və buyurun, sözünüz var Orxan müəllim, son olaraq. Təşəkkür edirəm Rövşən müəllim, dəvətinizə görə, kifayət qədər maraqlı müzakirələrə görə, dəyərli fikirlər eşitdiyimizə görə hər bir asan xidmət mərkəzinin fəaliyyətə başlaması ümumiyyətlə ölkədə antikorrupsiya vəziyyətinin, antikorrupsiya şəraitinin daha da yaxşılaşmasından gətirib çıxardır. Mən hesab edirəm ki, qarşıda duran əsas vəzifələrdən biri bu Əl-Məmməd müəllim də çıxışında qeyd elədi, Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət proqramında nəzərdə tutulub, digər dövlət qurumlarında, bu asan xidmət mərkəzlərində formalaşmış bu prinsiplərin, bu şəffaflıq üzrə standartların tətbiq olunması hesab edirəm ki, son nəticədə həm vətəndaş məmnunluğunu daha da artıracaq, eyni zamanda ölkədə antikorrupsiya mühitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Təşəkkür edirik Adil müəllim. Bu günləri asan xidməti nümunə göstərərək onu deyə bilərəm ki, Cənab Prezidentin daimi çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı söylədiyi fikirlərin, yeni iş yerlərinin açılması ilə bağlı söylədiyi fikirlərin məhz təsdiqi asan xidmətin bugünkü günü fəaliyyətinin genişlənməsində, çoxlu iş yerlərinin açılmasında, insanlarımızın doğrudan da yeni bir institutda təhsil almasında, bu könüllərin hər biri hesab edin ki, öz bitirdiyi institutlardan da başqa onlar bir könüllü institutunu bitirirlər. Bu da Azərbaycan xalqına xidmət etmək deməkdir. Bu da Azərbaycan xalqına ağıllı, istedadlı, dünya görüşlü, intellektual səviyyəli inkişaf etmiş gənclərin yetişməsi deməkdir. Budur Cənab Prezidentin apardığı siyasət, budur nəticəsi və bu nəticə də təbii ki, bizim hər birimizi qane eləyir. Azərbaycanımızın tanınmasında, Azərbaycanımızın çiçəklənməsində, Azərbaycanımızın inkişafında çox önəmli rol oynayan bir xidmətin bu günləri biz müzakirəsini apardıq. Çox təşəkkür edirəm. Minnətdarım, çox sağ olun. Qeyd edilən fikirlərə əlavə olaraq
Sadəcə bizim gənclərimizə öz fəaliyyətlərində uğurlar arzu edirəm. Onlara yeni bilik və bacarıqlar öyrənməyi, vaxtlarını səmərəli keçirməli və dövlətimizdə insanlara faydalı vətəndaş olmağı arzu edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Bəxtiyar, buyurun, siz də fikrinizi bildirin son olaraq. Bir daha təşəkkür edirəm dəvətiniz üçün və qonaqlarımıza təşəkkür edirəm sırf fəaliyyətimizlə bağlı, Asan Könüllərlə bağlı səsləndirdikləri fikirlər üçün və mən də buradan gənclərimizə səslənirəm ki, sırf öz təkcə fəaliyyətlərini düzgün dəyərləndirmək üçün yox, eyni zamanda gələcəklərin düzgün planlamaları üçün, öz şəxsi inkişafları üçün və eyni zamanda mənsub olduqları cəmiyyətin inkişafına bir təkan dəstək vermək üçün sıralarımıza qoşulsunlar. Çox sağ olun. Və Asan Xidmətin bugün burada sağladığı bütün uğurlar Cənab Prezidentin siyasi iradəsinin nəticəsidir və Asan Xidmətdə təmsil olunan digər dövlət orqanlarının birgə əməyinin məhsuludur. Bunu da vurğulamaq istərdim ki, bütün dövlət qurumlarla birgə Asan Xidməti Cənab Prezidentimizin istədiyi səviyyədə, yəni vətəndaşlara operativ, şəffaf və etik davranış çərçivəsində xidmətlərimizi çatdırırıq. Minnətdaram, hörmətli könüllülər, çox sağ olun və son olaraq bir məqamı qeyd etmək lazımdır. Cənab Prezident xüsusi olaraq qeyd edir ki, gənclər, könüllülər mənim ürəyimdir. Və bugün tam əminliklə söyləmək olar ki, bu sevgi qarşılıqlıdır. Çünki sizin kimi gənclər var. Çünki Azərbaycanda könüllü ordusu var. Yeri gəlmişkən Asan Xidmət idarəçilik modelində bir inqilab olduğu kimi könüllülüyün əsasını qoyan bir xidmətdir, bir təşkilatdır. Və ona görə biz tam əminik ki, Asan Xidmət elə neçə xidmət növlərinin və keyfiyyətlərin əsasını qoyacaq. Hər birinizə uğurlar arzulayıram. Minnətdaram, studiyaya gəldiniz və öz fikirlərinizi bildirdiniz. Salamat qalın, görüşmək ümidi ilə.